Deməli, bəzi analar deyir ki, mən əsəbləşəndə uşağı döyüm, öldürüm uşağı, amma uşaq tərpənməsin, reaksiya verməsin, düz belə dayansın, mən onu qəşəng döyüm. Uşaq isə ana onu döydüyü üçün bir reaksiya verəndə tez deyir ki, böyümüsən sən, mənə əl qaldırırsan, özü özünü döydürür. Mən istəmərəm ki, uşağımı döyüm. Dostlar, bu söz daha da faciə bir şeydir. Yəni, siz övladınıza deyirsiniz ki, sən döyülməyə layiqsən. Yəni, günah səni döyəndə yox, günah səndədir. Deməli, başqa adamlar da səni döyə bilər. Başqa adamlar da çöldə, bayırda sənə təcavüz də edə bilərlər. Yəni, bunlar hər biri bir travmadır. Hər biri gələcəkdə onun üçün bir riskdir. Anası və ya atası vasitəsilə döyülən bir uşaqda nə qədər özgüvən ola bilər, nə qədər özünü dəyərli hiss edə bilər, doğrudan da özünü nə qədər sevə bilər. Biz onlara öyrətməliyik ki, özlərini sevsinlər, özlərinə dəyər versinlər. Biri onlara hər hansı şəkildə təcavüz edirsə, özlərini qorumağı öyrətməliyik. Hamı uşağını döyür deyib, özünü də uşağını da aldatma. Hamı uşağını döyə-döyə böyütmür. Niyə elə bilirik ki, özümüzdən zəif bir insanı döymək çox normal bir davranışdır? Əgər övladını döyən bir valideynsənsə, mütləq psixoloji dəstək almalısan. Sən əslində yaxşı deyilsən və bu deməkdir ki, sən qəzəbləndiyin anda emosiyalarla hakim ola bilmirsən və uşağa da ziyan vurursan.